Özünüzü təqdim edin. Musayev İbrahim Həsənoğlu, şəhid atası. Deməli, oğlum 1990-cı ildə şəhid olub. Qızım, 15 il orada, Naxçıvanda mən çox getdim, gəldim. İndi 15 ildə buradayam. 15 ilin içində mən deməli 15-ci ildə ev növbəsinə məni götürüblər. Amma 18-də göndəriblər Sosial Xidmətlər Agentliyinə. Yəni Sosial Müdafiə Nazirliyinin o da bir idarəsi onun nəzdində olan. Oradakı qızım 8 ildir, bax 8 ildir. Əvvəllər belə dedilər. Dayı elə bu kvartal, o biri kvartal, bu kvartal, o biri kvartal. Yəni 1-2 il belə avutdular məni. Ondan sonra qızım dedilər ki, nə bilim prezident sərəncam verdi, köçkünlərin evlərini verəcək sizə. Onu da satdılar, yenə vermədilər. Və indi mən qızım ora getməyə xəcalət çəkirəm. Çünki haqqım olanı ala bilmirəm. Sizin əsas tələbiniz evdir. Mənim bəli, mən ev növbəsinə götürüblər 8 il. Bax indi hər gedəndə də bir bəhanə eləyirlər. Bəhanədə nə deyirlər? Bəhanə nə deyir? Biri deyir ki, elə mən deyirəm filan vaxt alarsan, alanmasam cəma burada bir şeylər var. Bunların hamısını təlimatlandırıblar qızım. Ya gah deyirlər bir otaqlı mənzil yoxdur, gah deyirlər prezident sərəncam verdi köçkünlərin köçürdük yerlərinə. Orada da ki qəbula düşmə 1 ildir mən keçən il sentyabr, oktyabr ayında qəbula yazıldım. Onun adını deyəcəm bu dəqiqə. Deməli Zaur İbrahimov. 1 il mən onun qəbuluna düşənmədim. Kimdir o? Sıravi bir işçidir də orada. Mavinin mavinidir də yəqin ki elə olar. Anarın mavini olar da. İndi də düz bir aydır əlavə bir də yazılmışam qəbula. Hələ ki səs soraq yoxdur. Və sizlə dünən danışandan sonra böyüm mən gedəcəydim orada bir səs-küy salam, möhkəm. Bir çığır bağır, bax sizin məqsədiniz nədir? Mənim evimi niyə vermirsiniz? Bax qızım, yoldaşımla gözlədik. Yoldaşım rəhmətə getdi, Allah rəhmət eləsin bütün ölənlərə. İndi qalmışam mən. Bundan fikir odur ki, mən də bir 5 günlük ömrüm var. Mən də öləm pis da bundan. Qızım belə çıxır da, çünki niyə bilirlər mənim yaşım 75-dir. 1-2 il nə bilim yaşamayam. Buradan ora, oradan. İndi deyirlər 25-30-cu ilə qədər veriləcək. Mən 25-30-cu ilə qədər konkret bir söz demirlər. Bax, məqsədiniz nədir? Bilmirəm, bəlkə kimsə 20-ci ildə olan müharibədə, 2-ci Qarabağ müharibəsində, 44 günlük o müharibədə çox adam alıb. Mən demirəm, onlara niyə veriblər? Başa düşürəm. Alsınlar, hamısı alsın, hamı alsın. Mən də evimi versinlər də. Mən 90 növbəyə qalsam mən elə birinci olmalıyam da. Əgər növbəli Oğlunuzun adı nədir şəhidimiz? Mən oğlumun adı Araz idi. Araz. Bəli. İndi bir oğlum var. 93-cü ildə olub. Nəzir Niyazla tapmışam. Onun da adını Əvəz Araz qoymuşam qızım. Onun adını yaşatmışam. Belə. Mən bax qızım bir dənə odur da bilmirəm. Kimə müraciət edirsiniz buradan? Mən indi belə müraciət eləyərəm prezidentimizə, hörmətli cənab prezidentə. Mən çox şəhid atası kimi xahiş eləyirəm ki, o qoyduğunuz məmurları düzdür tapşırırsınız ki, qayğısına qalın şəhidlərin, şəhid ailələrinə köməklik eləyin. Bunu deyirsiniz, amma deyirsiniz bunun nəzarəti yoxdur. Nəzarəti yoxdur. Bizə onlar çox əziyyət verir bana. Çox. Bir boyda süründürməçilik olmaz. Mən oranın adını qoymuşam Sosial Süründürməçilik Agentliyi. Xidmət agentliyi deyil, vallahi qızım. Mən şəxsən gördüyümü deyirəm da 8 il adam gedər gələr. Hara müraciət Elə bir bəhanə ayrı heç ora. Yalnız ora müraciət eləmisiniz. Ora deyiblər, orada da mənim sənədlərim orada. Ümumiyyətlə Nazirlər Kabinetinə, Nazirlər Prezident Kabineti heç Administrasiyası. hara məktub yazsan qızım, məktuba cavab verən yoxdur ki. Məktuba cavab verən bilirsiniz niyə yoxdur? Çox güman ki, əvvəllər bir dəfə mən Mehriban xanıma məktub yazdım. Yazan kimi mənim məktubuma cavab verdilər. Oğlumun məzarı biraz bərbad vəziyyətdə idi. Onu düzəltdilər. Ondan sonra bəlkə 50 dəfə məktub yazmışam. Orada o məktubu oxuyan vermir də ona. Versə belə vicdansızlıq olmaz. Yəqin ki, vermirlər. Vallahi mən nə söz deyim? Sizin mən gəlib burada işğalandırmaz. Yəqin ki, eşidərlər yəqin ki. Vallahi mən nə deyim? Ayrı mən
prezidentimizdən ancaq xahiş edirəm ki, bu məsələyə belə o tapşırığı verdiyi adamlara nəzarət olsun ki, yerinə yetirilsin onu. O inanır, o adamı qoyur ora, get xidmət elə, o da olmur.